Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Bugün sizlərlə bərabər 6-cı sinif riyaziyyat dərsliyində silindrin səthin sahəsinə aid olan çalışmaların izahına baxacaq. Demək, ilk çalışmamız, yəni 5-ci çalışmadır. Bizdə deyir ki, silindrin açılışına sızan tam səthin sahəsini tapın. Biz ilk öncə bilməliyik ki, silindrin tam səthin düsturu S tam bərabərdir. 2 vurulsun S oturacaq, üstə gəlsin S yandır. Bu da bərabərdir. Silindrin şahidlər fikir versə, oturacağı nədir? Dairələrdir. Və dairələrin, yəni sahəsi nədir? Pi r kvadrat. 2 dənə olduğuna görə olacaq 2 pi r-in kvadratı. Üstə gəlinsin. Yan səthi isə, yəni açılışına fikir versək, yəni bu dairədir. Dairənin uzunluğu, yəni çevirən uzunluğu nə idi? 2 pi r idi. Demək, buradakı düzbucaqlıya baxsaq, düzbucaqlının yəni uzunluğu nədir? 2 pi r-dir və bu da eni də h olduğuna görə düzbucağın sahəsini tapanda enin uzunluğuna vururuq. Yəni yan səthində olmuş olur 2 pi r vurulsun h. Bərabərdir. Buradan ortaq kimi şagirdlər sadələşdirək. Yəni 2 pi r-i çıxarsaq, onda düsturumuz r plus nə olmuş olur? H. Yəni düsturumuz 2 pi r vurulsun r plus h-dır. İndi gəldik 5-ci çalışmamızda A variantına. Demək, A variantında bizə verib burada radiusumuz nədir? 5-dir. Radius 5-ə bərabərdir. Hündürlüyümüz isə nədir? 10 cm-dir. H isə 10-dur. Və pi-ni də bizə nə deyir? 3 götürə bilərsiniz təqribən. Pi-miz də oldu 3. Onda biz tam səthini tapsaq, S tam bərabərdir. Düsturumuz nə idi? 2 pi r. 2 vurulsun pi-miz 3-dür. Vurulsun r-miz nədir? 5-dir. Vurulsun r plus h-a görə isə 5 plus 10. Bu da bərabərdir. 2-ni 3-ə vursaq 6, 6-nı 5-ə vursaq 30, vurulsun 15. Bu da edir 450. Cavabımız olur 450. Keçdik B variantına. B variantında da radiusumuzu bizə verib 2, r-miz bərabərdir 2, h-mız 8, h oldu 8, pi də nə idi? 3 idi. Yenə hesablasaq, S tam bərabərdir. 2 pi r-ə görə 2 vur 3, vur r-miz nədir? 2-dir. Vurulsun r plus h. 8 üstə gəl 2. Bu da bərabərdir. 2-ni 3-ə vursaq 6, 6-nı 2-yə vursaq 12, vurulsun 10. Bu da edir 120. Cavab olur 120. Gəldik növbəti çalışmamız 6-cı çalışmaya. Demək, 6-cı çalışmada da yenə silindrin tam səthin sahəsini tapın deyir. Pi-ni yenə bizə nə verib? 3 deyir, götürə bilərsiniz. Yenə onda bizim radiusumuz nədir? 1/5-dir. R-miz oldu 1/5. H-mız da 6 cm-dir. Bu da oldu 6 cm. Pi də olmuş oldu 3. Onda S tam bərabərdir. Yenə düsturumuz nə idi? 2 pi r vurulsun r plus h. Gətirib yerinə yazsaq, 2 vur 3, vur r-miz 1/5, vurulsun 1/5, üstə gəlinsin 6. Bərabərdir. 2-ni 3-ə vursaq 6, 6-nı da 1/5-ə vursaq 9. Vurulsun, bu da oldu 7/5. Demək, 9-u 7/5-ə vursaq, demək 9, 7, 63, bu da 4/5, yəni 67/5 olmuş olur cavabımız. Gəldik B variantına. Demək, B variantında da bizə diametri verib nədir? 8-dir. Diametr bilirik ki, nəyə bərabərdir? 2 r-ə bərabərdir. 2 r-miz 8 isə, onda r-miz nə olmuş olur? 4. Yəni radiusumuz oldu 4. H da nə verib bizə? 4 metr. H-mız oldu 4 metr. Onda yenə tam səthini hesablasaq, S tam bərabərdir. 2 pi vur r vurulsun r plus h. O da bərabərdir. 2 vurulsun pi-miz 3-dür, r-miz 4-dür, vurulsun 4 plus h-mız da 4-dür. Bu da bərabərdir. 24 vurulsun 4 plus 4, 8. 24-ü də 8-ə vursaq 192 olmuş olur. Gəldik C variantına. Demək, C variantında da bizə deyir ki,
Radiusumuz 40'dır. Yerimiz 40'dır. H'ımız da nədir? 52'dir. Yenə tam sətini hesablasaq, S tam bərabərdir. 2 pi r vurulsun r plus h bərabərdir. 2 vurulsun pi'miz 3'dür. R'miz 40 santimetrdir. Vurulsun 40 üstə gəlinsin. H'ımız da 52'dir. Bu da bərabərdir. 2'ni 3'ə vursaq 6, 6'nı 40'a vursaq 240 vurulsun. 40 ilə də 52'ni toplasaq 92. Bu da bərabərdir. 22.080 olmuş olur cavabımız. Gəldik növbəti çalışmamız 7-ci çalışmaya. Demək 7-ci çalışmada bizə deyir ki, konserv qablarının yan səthini örtmək üçün yapışqan kağızlardan istifadə olunur. Eni konserv qabının hündürlüyünə bərabər olan 2 metr uzunluqda kağız neçə belə konserv qabının yan üzünü örtməyə çatar. Demək biz silindrin açılışını yuxarıda dedik ki, açılışımız nə idi? Yəni bu formada düzbucaqlı almış olur. Yəni belə görsətsək, silindrin açılışı elə bil ki, budur. Və uzunluğu nə idi? Burada çevrən uzunluğu, yəni 2 pi r idi. Bu da bizim nəyimizdir? H'ımızdır. İndi biz onda bu açılışdakı 2 pi r hesablasaq və görürük ki, burada nə verib? Bizə oturacağın diametrin 12 verib. Onda bizim çevrən uzunluğu c bərabərdir 2 pi r düsturu və yaxud da pi vurulsun diametr düsturundan istifadə etsək, çevrən uzunluğu olacaq onda 12 pi. Pi'ni də bizə nə verib? Təqribən 3,14. 12'ni vuraram 3,14'ə. Bu da bərabərdir 37,68. Demək, çevrən uzunluğu oldu 37,68. İndi gəldi bizə deyir ki, uzunluğu yəni 2 metr olan kağızdan neçə belə konserv qabını yan üzünü örtməyə çatar deyir. Bu nə deməkdir şahiddə? Elə bir ki, bizə belə bir yapışqanlı olan, həm uzunluğu 2 metr olan kağız dikirdir. Bu, yəni bu formada bölünəcək. Elə bir ki, həmin konserv qabını yapışdıracaq. Və bunların da buradakı uzunluqlar nədir? 37,68'dir hər biri. 37,68 bu şəkildə davam edir. Digərləri də eynidir. Onda biz əvvəlcə bilsək ki, 2 metr neçədir? 200 santimetrdir. Onda 200 santimetri biz bölsək 37,68'ə bərabərdir. Bu da təqribən 5,307 bu şəkildə davam edir. Demək, bizə deyir ki, indi burada örtməyə çatmaq neçə dənə kağız lazımdır? Bu da təqribən olduğuna görə 5 ədəd lazımdır bizə. Kağız lazım olmuş olur. Gəldik növbəti 8-ci çalışmamıza. Demək, 8-ci çalışmada bizə nə deyir? Düz üçbucaqlı prizma formasında şokolad qutusudur. Yəni bu bükmək üçün deyir, səthinin sahəsində 10% əlavə kağız lazımdır. 25 belə şokoladı bükmək üçün nə qədər kağız lazımdır? Onu da əvvəlcə oturacağın sahəsini hesablasaq, S oturacağı bərabərdir. Demək, oturacağı çəkilmiş hündürlüyü 4'dür, oturacağı özü də 6'dır. 6 vur 4 bölünsün 2. 6 ilə 2'ni çarparsam burada 3, 3'ü 4'ə vursam oldu 12. İndi yan səthini də hesablasaq, S yan bərabərdir. Demək, buradakı düzbucaqlıya görə baxsaq 5 vurulsun 15 üstə gəlinsin. Eynisi digər tərəfdə olduğuna görə yenə 5 vur 15 üstə gəlinsin. Bir də aşağı oturacağa görə 6 vur 15 bərabərdir. Demək, 5 15'ə vursaq 75 üstə gəl 5 15'im yenə 75 üstə gəlinsin. 6'nı da 15'ə vursaq 90. 150 üstə gəlinsin 90. Bu da edir 240. İndi bizdən tam sətini tapsaq, S yan, yəni 240 üstə gəlinsin 2 dənə S oturacaq. 2 vur 12. Bu da bərabərdir 240 üstə gəlinsin 24.
edir 264. İndi bizə deyir ki, nə qədər əlavə kağız lazımdır? 10% artığı. Demək onda 264-ün 10%-ni tapsaq, ona vurub neynərik? 100-ə bölərik. Bu da olur 26,4. Onda 264-ün üzərinə 26,4-ü gəlsəm, bu da olmuş olur 290,4. Yəni bir qutunu şokoladını bükmək üçün 294 kvadrat santimetr nə lazımdır bizə? Kağız lazımdır. Və 25 belə kağız dediyinə görə 25-i vuraram 290,4-ə. Bu da bərabərdir 7260 olmuş olur. Yəni cavab oldu 7260. Diqqətinizə görə təşəkkür edirəm şagirdlər. Növbəti videoların davamlı gəlməsi üçün kanalımıza abunə olub bəyənməyi unutmayın. Kanalımızı digər şagird yoldaşlarınıza paylaşın ki, onlara da əlçatan olsun.